Sakit, rahat və zəngin həyatın 5 əsas prinsipi haqqında danışmaq istəyirəm. İlk qaydamız, əgər 100% hə deyilsə, deməli cavab yoxdur. Mən heç zaman özümə nəyisə inandırmağa çalışıb da özümə xəyanət eləmirəm. İkinci ən önəmli qayda, nifrət etmək pulsuzdur deyə kasıb düşüncəli insanlar bunu çox sevir. Ona görə də kiməsə qarşı nifrət, aqressiya hissləri daşımaq əvəzinə mən sadəcə təslim olmağı seçirəm. Elə zənginliyin üçüncü qaydası da buradan çıxır. Təslimiyyətdə olmaq və xidmətə keçmək önəmlidir. Dördüncü qayda, zəngin insanlar stabillik deyə sözün varlığına inanmırlar. Yəni huzurlu, rahat yaşaya bilmək üçün bəlirsizlikdə xoşbəxtlik tapmağı öyrənmişəm. Beşinci əsas qayda isə daxilimdə nədirsə, çöl dünyamda da odur. Biz nə qədər tez anlasaq ki, çöl dünyada heç nə baş vermir, baş verən hər şey daxilimizdə ilk öncə cücərir, o qədər də tez zəngin və huzurlu bir həyat tərzi qura bilərik. Ona görədir ki, mən hər zaman tövsiyə edirəm öz daxili dünyamızla işləməyi, huzurlu, zəngin, rahat bir həyat qura bilmək üçün. Aşağıda sənin üçün çox özəl bir hədiyyə hazırlamışam ki, sən də artıq öz daxili dünyan üzərində çox rahatlıqla işləməyə başlayasan. Mütləq oxu.